İmam-ı Səccad əleyhissalam təqva barəsində buyurur ki, o əməli ki, təqva ilə yerinə yetirilir, əncam tapır, o əməli az saymayın. Yəni, hətta az da olsa onu az saymayın. Həzrət niyə görə bu sözü deyir az saymayın? Özü onun fəlsəfəsini buyurur hədisin dalında. Buyurur, necə az ola bilər o əməli ki, Allah dərgahında qəbul olub. Allah dərgahında qəbul olan əməl az sayılmır. Mümkündür bir nəfər bir buğda qədər bir yaxşılıq eləyə, o Allahın təqvanla bahəm ola, Allahın xalis niyyəti ilə nə ola, bahəm ola, bir yerdə ola, o Allahın dərgahında qəbul olar. Və mümkün də ki, olar ki, bir nəfər bir çox işlər görür, bütün malını, dövlətini, ömrünü sərf eləyir Allahın yəni yaxşı işlərdə, amma qəbul olmur. Niyə görə? Çünki o işlər təqvanla olmayıb, Allahın xalis niyyəti ilə olmayıb. Təqva bu cürdür, insanın ömründə belə bir rol oynayır. Ona görə biz elə hər cümə xutbəsi oxuyanda, hər iki xutbələrdə insanları, xətiblər təqvaya dəvət eləyirlər. Mən istəyirəm birinci xutbədə İmam-ı Səccad əleyhissalamın barəsində bir neçə kəlmə məlumat siz əzizlərə verim ki, həm özüm üçün təzəkkür olsun və həm də məclis nurani olsun. İmam-ı Səccad əleyhissalam Mədinədə anadan olub. Həzrət Əmir-əl-Müminin əleyhissalam şəhadətə yetişəndə İmam-ı Səccad əleyhissalamın 2 yaşı var idi. Ondan sonra İmam-ı Həsən-i Müctəba əleyhissalamın imamət dövrü oldu və İmam-ı Həsən-i Müctəba əleyhissalamın imamət dövründə Həzrətin axırlarında 12 yaşı var idi ki, Həzrətin əmisi, yəni İmam-ı Həsən-i Müctəba şəhadətə yetişəndən sonra, ondan sonra ta Kərbəla hadisəsinə kimin, Kərbəla hadisəsinin Aşura gününə kimi İmam-ı Səccad əleyhissalam atası İmam-ı Hüseyn əleyhissalamla bahəm olub. Və sonra da ki, onun imamət dövrü başlayıb və imamət dövrü də təsadüf eləyib İslam aləminin çox qartma-qarış vaxtı ilə. Siz təsəvvür edin, İmam-ı Səccad əleyhissalamın imamət dövrü təqribən 6 dənə xəlifənin, xəlifədən 6 padşahın, 6 qəsbkar insanların hökuməti ilə müsadif eləyib, bir vaxta düşüb. Həzrətin imamət vaxtında Yəzid ibn Muaviyə, lənətullahi əleyh, Muaviyyət ibn Yəzid, ondan sonra salavat zikr eləyək. Əbdullah ibn Zübeyr, Mərvan ibn Həkəm, Əbdülməlik ibn Mərvan və Vəlid ibn Əbdülməlik kimin zalım insanların hökuməti ilə neyniyiblər? Bahəm olub. Bir yerdə, yəni təsadüf eləyib o dövrlərə ki, bunların hərəsi öz zamanında ən zalim insanlardan olublar. Yəzidin barəsində ki, bilirsiniz, o bilən barəsində də ki, yəni bir-birindən müsəlmanlara, məxsusən Əhl-i-Beyt tərəfdarlarına zülm eləməkdə bir-birlərindən elə bir ki, neyniyiblər? Yarışıblar. Bir-birləri ilə yarışıblar. Və İmam-ı Səccad əleyhissalamın zamanında çoxlu hadisələr baş verdi. Çoxlu qiyamlar baş verdi. Bəzi qiyamlar baş verdi İmam Hüseyn əleyhissalamın
qanının qisasını almaq məqsədi ilə. Məsələn, Təvvabin kimi, Muxtarın qiyamı kimi, Hörrə hadisəsi kimi, Mədinə cəmaatının qiyamı kimi, mən bunları deyirəm ki, siz özünüz təsəvvür eləyəsiniz ki, bir zaman, o bir qısa zamanda nə hadisələr baş verir. Və bəzi hadisələr də, bəzi qiyamlar da hökuməti ələ keçirtməkdən ötəri, xilafəti ələ keçirtməkdən ötəri Zübeyrin övladları kimin, Zübeyrin övladları kimi Əbdullah ibn Zübeyr və başqaları, ondan sonra övladları ki, bu qiyamlar İmam Səccad əleyhissalamın zamanında baş verib. Təbiidir, belə bir zamanda, belə bir qatmaqarış zamanda haqqı düzgün ayırt eləmək üçün cəmaatın o təhqiq, analiz gücləri zəifləyir. Analiz gücləri zəifləyir. Amma İmam Səccad əleyhissalam bu dövrdə təqiyyəni özünə örnək qərar verdi və öz məqsədlərini, öz sözlərini, həm siyasi və həm də mənəvi sözlərini neynədi? Dualar vasitəsilə insanlara çatdırdı. Dualar vasitəsilə. Dualar tək elə, məsələn, Allahla razı niyaz eləmək deyil. Duaların içində əimmə, yəni imamlar bizə çox şeylər öyrədiblər. Duaların içində onların siyasi məqsədləri, onların mənəvi məqsədləri, insanların irşad eləmək. Çünki bəzi vaxt görürsən, aşkar şəkildə nə etmək olmur? İrşad eləmək olmur, insanlara söz çatdırmaq olmur. Amma İmam Səccad əleyhissalam bu fürsətdən istifadə elədi və neynədi? Dualarla insanlara öz sözlərini çatdırdı. Və bu dualar nəinki tək Şiə təbəqəsində, bəlkə də Əhl-i Sünnət təbəqəsinin də arasında nədir? Məşhur dualardır ki, o duaların ən çoxu Səhifə-i Səccadiyyə adlı bir kitabda cəm olub ki, ona bəzi üləma nə deyirlər? Zəbur-i Ali Muhammed deyirlər. Zəbur-i Ali Muhammed deyirlər ki, o kitabın tərcümələri var, onun rusca bilmirəm tərcüməsi var, yoxsa yoxdur, amma Azərbaycanca tərcüməsi var, qardaşlar işarə edirlər ki, ruscada tərcüməsi var. Yaxşı olar ki, əzizlər götürsünlər, o kitablardan istifadə eləsinlər. Ümumiyyətlə, duanla insan üns tapmağı, duanla üns tapmağı yaxşıdır və məxsusən bizim bu zamanda, məxsusən cavanlar ki, duadan gərək ayrı düşməsinlər. Allaha and verirəm izzət-i cəlalı ehtiramı xatirinə. Allah təbarək və taala bizləri Əhl-i Beyt əleyhissalamın dünya və axirətdə qapısından ayrı salmasın inşallah.